Əziz dostlar, hər vaxtınız xeyir olsun. 11 oktyabr 2025-ci il sizə Alanya'nın yeni açılmış ən lüks, ən elit çimərliyini, plyajını göstərmək istəyirəm. Qapalı çimərlik plyaj. İçində restoranlar, kafeler var, gözəl hovuzlar. Bura bu il açılıb, Sundays adlanır. Və içində Lokanta Maya, Smak kafeleri var. Çox lüks, elit bir yerdir. Bu il açıldığında, təzə açıldığında giriş depozit olarak 3000 lira idi. İndi isə oktyabr ayında 1500 TL'ye endirilib. Bunu da buradan qeyd eləmiş olum. Restoranların menüsü burada var zaten. Tam Alanya'nın mərkəzində çox səviyyəli, elit bir yerdir. Və içəri daxil oluram. Gözəl bir video sizi gözləyir. Burada reception. Sol tərəfdə bura hələ fəaliyyətə açılmayıb. Dediyim ki, bura çox yenidir. Səhv eləməmsə, iyul ayında bura artıq açılmışdı. Biraz da gec açıldı. Və insanlar hələ də bura gəlməkdədir. Oktyabrın 11-i, havanın temperaturu 27 dərəcə. Çox böyük ərazisi var. Geniş, gözəl, elit, səliqəli bir yerdir. Menüsü restoranlar, kafelerdə zəngindir. Baxın, yuxarıda DJ ifa eləyir. Çok səviyyəli bir yerdir. Biz başlayaq bu tərəfdən restoran hissəni göstərim. Çimərlik, sonra havuz tərəfə keçərik. Hər şey, hər yer zövqlü, gözəl düzəldilib. Yəni bura bir dəfə gələn adam peşman olmaz. Bəli, qiymətlər yüksək ola bilər. Depozit istənilir filan, amma buna dəyər. Baxın necə gözəl oturacaqlar istirahət üçün. Ortada böyle bir bardır. Burada səhnə, musiqi. Səhər 8-də havuz açılır, 8:30-da restoran açılır. Akşam 6-ya qədər havuz, 12-ya qədər isə restoran fəaliyyətdədir. Şəkil çəkmək üçün gözəl fotozonlar var. Ümumiyyətcə içəridə hər şey zövqlü və gözəldir. Xidmət yüksək səviyyədə. Restoranın mətbəxi açıqdır. Oradan da Alanya'nın belki de en maraqlı, en lüks yeridir hal-hazırda bura. Her yer insanı, necə deyərlər, xoş təəssürat yaratmağa xidmət eləyir. Gözəl ab-hava yaranır burada. Gözəl ailəvi istirahat edə bilərsiniz, dostlarınızı, qonaqlarınızı bura dəvət edə bilərsiniz və gözəl gün keçirə bilərsiniz burada. Alanya'nın en elit ve maraqlı yerlerinden biridir bura. Bu ise sahil hissədir, çimərliyi. Pəmbə rəngi olan şezlonglar, şəmsiyələr hamısı bu obyektə aiddir. Şimdi yavaş yavaş havuz kenarına gideceğim. Oraları da göstereceğim size. Bizdə hələ də sezon devam eləyir. Noyabr ayına qədər havalar əlverişlidir. Gəlib istirahat edə bilərsiniz. Burada çox böyük bardır. Yuvarlaq olaraq hər tərəfdə xidmət verilir. Restoranlara gelip oturup yiyip içmek pulsuzdur. Yani yediğinizin, içtiğinizin ücretini ödüyorsunuz elbette ki. Ama bu kısmı istifade eləmək artık dediğim gibi 1500 TL depozit ödemək lazım. Bakın DJ'in ifa eləməsi için çok güzel ve özel bir yer var yukarıda. İnsanlar havuz kenarında uzanıp güneş şurası qəbul edir, istirahat edir, maraqlı bir vaxt keçirirlər. Bu tərəfdə isə yemək yeyirlər və s. Karşıda kabanalar var. Bu tərəfdə VC-lər, soyunma geyinmə odaları.
Havuz çok böyükdür. Böyle kabanalardır, bakın. İstəyirsiniz, bağlayırsınız, rahat içeride istirahat etmek için. Heç ses görmür sizi. Belə əziz dostlar, bura Alanya'nın mərkəzində yerləşən, bu il istifadəyə verilmiş Sundays Beach Club istirahat yeri, istirahat kompleksi, restoranlar, kafeler və gözəl havuzun olduğu bir yer idi. Yavaş-yavaş videomu yekunlaşdırıram. İnşallah gələn videolarda görüşənə dək sağ olun, var olun.